Mən mikrofon tutanda sən də olmamışdın. Sən Allah, ala mikrofonu. Baxın. Mən başa düşdüm sən hansı tiplərdənsən. Hiç vecime değil. Müşahibənin ihtiyacı yoxdur. Gəlsin vaxtında verəcəyəm. Mənim lazım deyil. Əsəblərinə hakim olmayan müğənni təzyiq göstərərək müsahibəni yarıda kəsdi. Bütün bunlar birazdan. Magazin Plus kameraları bu dəfə mikrofonu əməkdar artist Nüşabə Ələskərliyə tutdu. Agresif olmağa nə ehtiyac var? Gəlin müqayisəyə buraxaq. Bir dəqiqə deyəm. Bir dəqiqə deyəm. Mikrofonu mənə ver, mikrofonu mənə ver. Mən mikrofon tutanda sən də olmamışdın. Bir dəqiqə deyəm. Bugün gəncləri xeyr. Ay sən Allah, ala mikrofonu. Baxın. Mən başa düşdüm sən hansı tiplərdənsən. Son zamanlarda sizi trendlərdə görmürük sözümüz Ələskərlini qıcıqlandırsa da o gülərək cavab verdi. Onlar trendlərdə görür. Trendlərdə görürük. Mən heç vaxt Ümumiyyətlə trendləri izləyirsən. Yox, həqiqi bilmirəm. Trenddə olur. Instagramda görürəm, yazılı trendlədir, mahnılı trendlədir, onu görürəm. Yox, heç onu görürəm, yazılı mahnılı trendlədir, onu görmüşəm. Trend mövzusuna giriş edib trendlərdən danışsaq da, deyəsən, bizim bu sualımız xanım ifaçının heç xoşuna gəlmədi. Bunun sənətlə heç bir əlaqəsi yoxdur. Trend puldur, trend marketingdir, trend işini vurmaqdır. Qurduğu işində müqabilində pul qazanmaq. Yaxşı işi qurdur, bir pulu qazanır. Bu qədər bəsit. Müşahibənin ihtiyacı yoxdur. Hər zaman mənim ehtiyacım olmayıb, heç nəyə. Allaha çox şükür, Allahdan çox razıyam. Əvvəldən işlərimi mən elə qurmuşam ki, müəyyən bir yaşa çatanda nəyəsə ehtiyacım olmasın. Əgər mən oxuduğum bir mahnı trendə düşəcəksə, nə yaxşı, düşsün. Düşməyəcəksə də heç vecimə deyil. Maraqlı deyil. Nə maraqlı deyil. Düşsün, düşmür, düşməsin. Nüşabə xanımın cavabı bizi qane etmədiyinə görə biz sualın lap dərinliklərinə getdik. Bu dəfə isə o özündən çıxdı. Nəticədə bizim xalqımızın uşaqlarıdır da. O çıxsınlar, pullarını qazansınlar. Qazanan qazanacaq, qazanmayan da qazanmayacaq. Görəcək ki, qazana bilmir, uzanlaşacaq. Pul üçün baxsaq, sənət əldən gedir. Xeyr, sənətlə sənətkarlar məşğuldular. Heç kəs narahat olmasın. Təhsil ocaqlarımızda elə yaxşı tələbələr var, şagirdlər var, sənətin başında duran insanlar var. Sənətlə məşğul olan insanlar var, sənəti qoruyan insanlar var. Niyə bugün İnsanlar pul qazanmaq istəyirlərsə, dolanmaq istəyirlərsə, nə gözəl. Onlar da bizim xalqın nümayəndələri getsin də pullarını qazansınlar. Niyə bugün yolda gedəndə iki maşının ikisi də trenddə olan mahnılara qulaq asır? Hansı ki o yeni çıxan müğənnilərin, sənətkarların mahnıları itib batıb yoxdur. Olanda zövqü qədərdir də. Əgər təhsil almış olsaydılar, təhsilin birinci növbəsi odur ki, ali məktəb müəllimi yaradıcı şəxsiyyət kimi. Və nə yaradır bu ali məktəb müəllimi? Zövq yaradır. Şöbə xanım, Əgər zövq bunlar təhsil almayıblar, zövqləri də o qədərdir. Davamına isə özünüz baxın. burada çoxluq təşkil edir, onu da xatırladım. Düşünmürsünüzmü ki, o gənclərə, o deyirik savadsız, yəni savadı yoxdur ki, o mahnıları. Mən də və aşağı da deyil.
qulaq asılan xalqın nümayəndələri. Hamı müəllim olmalıdır ki. Hamı injiner olmalıdır. Çoxluq təşkil. Hamı injiner olmalıdır. Niyə? Mən o sualı vermişəm. Mən deməyə çalışıram ki, bu gün niyə Nüşabə xanım əsl keyfiyyətli mahnını tamaşaçılara aşılamır ki, çoxluq təşkil edən əsl keyfiyyətli mahnılara qulaq assın. Narahat olmayın. Nüşabə Ələsgərli və Nüşabə Ələsgərli kimi sənətkarlar təhsil ocaqlarında keyfiyyətli mahnılar təbliğ edirlər. Siz nə vaxt gəldiniz? YouTube açaq baxaq. İstəyirsiniz? Deyin. Televiziya özü marağında deyilsə gəncləri dartsın, çıxartsın qabağa. Gəlin indi sənət universiteti tələbələrini çıxarın efirə. Gəlsin mahnıda yoxlayacağıq. Mənim lazım deyil. Mənim canım. Tamam. Gəlin tamam. Hər bizi geçin. Əsəblərinə hakim olmayan müğənni təzyiq göstərərək müsahibəni yarıda kəsdi. Aqressiv olmağa nə ehtiyac var? Gəlin müqayisəyə buraxaq. Bir dəqiqə, mikrofonu mənə ver, mikrofonu mənə ver. Mən mikrofon tutanda sən də olmamışdın. Bir dəqiqə. Bugün gəncləri Ay sən Allah, ala mikrofonu. Baxın. Mən başa düşdüm sən hansı tiplərdənsən. Nüşabə Ələsgərli niyə həyat yoldaşından danışmaqdan imtina etdi? Rızadan başqa sual tapsan Allah. Əməkdar artistin ailəsində nələr yaşanır? Rızadan başqa sual tapsan Allah. Onu özündən çıxaran nə oldu? Çox danışır ne Rızadan? Nüşabə Ələsgərli depressiyaya düşdü. Depressiyadaydım. Hansı hadisə sənətçini dəyişdi? Ona qədər danışıb, gülən, Əməkdar artistin hamıdan gizlətdiyi problem nədir? yaxşıya doğru getmirəm. Onun həyatında birdən-birə nə baş verdi? Ola da keçəcək. Bu qış mən xəstələnmişdim və hesab edirdim ki, yaxşıya doğru getmirəm. O, bütün bu olanlardan sonra nələri dəyişdi? Və bu qışdan sonra önəmsəməməyə başladım. Ona qədər danışıb, gülən, öz keyfsizliyimi kimsəyə bildirməyən biri idim. Amma indi ümumiyyətlə qəmi, qüssəni, problemi özümə yaxın qoymuram. Nədən sonra oldu bu? Bilmirəm, yəqin depressiyaya düşmüşdüm. Depressiv anlar yaşadım. O da psixoloji durumuma da əhval-ruhiyyəm pis idi. Şounun depressiyası idi, yoxsa Nə insanlarla bağlı idi, nə şouna bağlı idi. Sadəcə olaraq bilmirəm. Mən bilmirəm necə olmuşdusa, depressiyadaydım. Əməkdar artist üzünü gənc ifaçılara tutdu. Yeni ifaçıları özlərini daha çox efirə çıxmaq, sosial mediada daha çox aktiv olmaq, yeni mahnılar almaq, həvəslidirlər, gəncdilər, özlərini tanıtmaq istəyirlər, onu görə gündəmdə olurlar. Amma onlar da keçəcək. Bu həyatdır, heç nə əbədi deyil. Yeni nəsil gələcək, o nəslində öz dinləyicilər olacaq, onlar da o birislərə qulaq asacaqlar. Bu necə deyirlər, aksiomadır. Hər nəslin öz müğənnisi, öz dinləyicisi olur ki, ola bilər məsəl üçün bizim korifey müğənnilərimizi indiki gənclər dinləyirlər. Amma say hesabı o qədər deyil. Amma zamanında onlar hər biri populyar, sevilən, dövrünün çox tanınmış müğənnilər olublar. Bu həmişə belədir. Sənətçi onların ifa etdiyi mahnıları necə? Bəyənirmi? gəncləri dinləyirsiniz? Dinləyirəm. Kimlər dinləyirsiniz? Öz tələbələrdir. Gündəmdə deyirlər. Bizim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. İstedadlı gənclər var. Onların çıxışlarını, imtahana hazırladıqları əsərləri dinləyirəm. Belə vaxtım olanda da efirlərdən izləyirəm gəncləri. Nüşabə xanım, müğənni kimi təhsili tərəfdarsınız, yoxsa necə elə səsi varsa gəlsin oxusun? Belə müğənnilərimiz var demək olar. Təhsil mənim
zəif nöqtəmdir. Təhsil. Həmişə dəstəkləyirəm, təhsil almalı, həmişə də dəstəkləyəcəyəm. Gənclərə də özümü deyirəm ki, yaxşı səsim var, anadan gəlmə istedadım var, fitri istedadım var da, bu Allahdan gəlmə talantum varsa, onun üzərində işlə ki, Allah deyir, səndən hərəkət, məndən bərəkət. Ona görə də həm yaxşı oxuya bilirsənsə, çox gözəl. Savadın da olmağın nə ziyanı var ki? Nüşabə xanım sənətdə kimlərin köməyinə çatıb və ya kimlər Nüşabə xanımın köməyinə çatıb? Mənim özümün dostlarım var sənət aləmində. Amma mənə bu sənət yolunda kömək edən insanlar olub. Məmmədəli Zülfiqarov, bəstəkar Ramiz Birişli, Ziya Bağırov, Fazil Əliyev, yəni mənim müəllimlərim, mənə Etibar Qasımbəyli, mənə həyatda çox kömək eləyiblər. Mən kimlərə kömək eləmişəmsə, onların adını demək istəmirəm. Adam elədiyin deməz. Haçansa mən kimisə, bax indi adını çəkirəm, imkan olar, onlar da istərlər mənim adımı çəkərlər.